qeyd olunur ki, Muaviyyənin ən yaxın dostlarından olan Mərvan ibn Həkəm 3-cü xəlifənin kürəkəni və Müsəvvər bin Məxrəm tanınmamaq üçün üzlərini bağlayıb Hz. Hüseyn əleyhissalamın əzadarlığında iştirak edərdilər. Bismillahirrahmanirrahim. Qul la əs'alukum aleyhi əcran illəl məvaddətə fil qurba. Ey Peyğəmbər, deyilən ümmət və mən etdiyim Peyğəmbərlik üçün sizdən heç bir muzd və əcr istəmirəm, məgər əhl-i beytimə məvəddə, yəni itaət və məhəbbət istəyirəm. Belə bir itaət və məhəbbətdən əgər diqqət eləsək, Hz. Peyğəmbər salamın vəfatından sonra əhl-i beyt aşiqləri yaşayıblar və Hz. Əli əleyhissalama, ondan sonra İmam Həsən əleyhissalama, həmçinin Hz. Hüseyn əleyhissalama itaət eləyiblər və canlarını qurban veriblər. Həmin əzadarlıq ki, elə həmin dövrdə də başlayıb, onlardan bir misal çəkim ki, Vahabilər gedib öz kitablarına baxa bilərlər və oxuya bilərlər. Bu kimdir? İbn Həmdun Ət-Təskirətul Həmudniyyə 9-cu cild 149-cu səhifə. Orada qeyd olunur ki, İmam Hüseyn əleyhissalam şəhid olanda Mədinə cəmaatı hamısı bir nəfər kimi Hz. Hüseyn əleyhissalamın şəhadətini öz evində keçirirdilər. Bir il növhə edib əza saxladılar. Kərbəla hadisəsinin 2-ci il dönümü də hər cümə əzadarlıq elədilər. Aşuranın 3-cü il dönümündə ayda bir dəfə əzadarlıq elədilər. Özdə qeyd olunur ki, Muaviyyənin ən yaxın dostlarından olan Mərvan ibn Həkəm 3-cü xəlifənin kürəkəni və Müsəvvər bin Məxrəm tanınmamaq üçün üzlərini bağlayıb o məclisdə iştirak edirdilər. Fikir verin, yəni sahabə gəlib həm zalimlə əl-ələ verir, həm də hakimiyyətdə olan Bəni Ümeyyə müşavirləri, valilərindəndirlər ki, gəlib həmin məclisdə üzlərini bağlayıb otururdular ki, əlbəttə niyyətlərini Allah bilir, oturardılar ki, bunu heç kəs tanımasın, Hz. Hüseyn əleyhissalamın əzadarlığında iştirak edərdilər. Bəli, belə bir sahabələr də olublar ki, gələcək biz belə sahabələrdən də inşallah qeyd edəcəyik. Onlardan indi birin Əbdurrahman ibn Əbdürrabbi Ənsari. Bu elə bir şəxsdir ki, Hz. Peyğəmbər əleyhissalamın sahabəsi olubdur. O, Qədir Xumda Hz. Peyğəmbər əleyhissalamın öz yerinə Əli əleyhissalamın əlindən yapışıb qaldırıb, onu varis, İslamın rəhbəri, mövlası, ağası, imamı təyin etdiyində Hz. Peyğəmbər əleyhissalamın qarşısında Əli əleyhissalamın əlindən öpüb və ona beyyət eləmişdir. Yəni sədaqətli olmuşdur. O həmçinin Həzrət İmam Həsənə də sahabəlik eləyibdir. Hz. Hüseyn əleyhissalamın da sahabələrindən olmuşdur. O elə bir sədaqətli və Əli əleyhissalamı sevmişdi ki, Əli əleyhissalama çox yaxın olmuşdu və Əmir əl-Möminin Əli əleyhissalam ona Qur'anı da öyrətmişdir. İmam Əli əleyhissalam Küfədə Hz. Peyğəmbərin sahabələrinə and verərək Qədirxumda Hz. Peyğəmbərin buyruqlarını öz qulağı ilə eşidənləri ayağa qalxızıb şahidlik etməsini istədikdə həmin Əbdurrahman ibn Əbdürabbi Ənsari ayağa qalxmış və həqiqətən ey Əli, səni Peyğəmbər öz yerinə varis seçdi deyərək, səni Peyğəmbər öz yerinə Mövla, bizim rəhbərimiz, İslamın ağası seçdi deyərək Mövla-i Müttəqiyan Əli əleyhissalamın sözünü təsdiq eləmişdir və gəlib öz sədaqəti ilə Kərbəlada Hz. Hüseyn əleyhissalama qoşuldu və Kərbəlada şəhid olan Peyğəmbər sahabələrindəndir. Əssalamu aleyk ya Əbə Abdillah və aləl ərvahilləti həllət bifinaik. Salam olsun sənə ey Hüseyn, ey Hüseynin evlatları, ey Hüseynin əshabı.